Ən faciəli taleyi olan aktyorlarımızdan birini yad etmək istəyirəm. O ölkəmizdə məhz bu obrazla populyarlaşmışdı. Biz itirdiklərimizin dəyərini həmişə sonradan başa düşürük. Çox kiçik yaşlarından valideynlərini itirib. Bundan sonra onu və bacı-qardaşını əmisi himayəyə götürüb. Əmisinin yanında da bəxti gətirməyib. Həmişə çətin işləri ona tapşırır, döyürlərmiş. Özü müsahibələrinin birində deyir ki, vitaminsizlikdən kirpiklərim tökülürdü. Əvvəlcə teatrda işıqçı olub. Sonradan aktyorluq təhsili almağa başlayıb. Hacıbaba Bağırov ondakı istedadı görüb, ona hətta öz rollarını da verib. Hacıbaba öləndən sonra zəng edib balaca qızına telefonla nağıllar danışırmış. Evlənməkdən qorxurmuş. Tez-tez bizim nəsildə hamı 50 yaşa qədər yaşayır deyirmiş. Öləcəyini gözləyirmiş. Onun qorxuları təəssüf ki, gerçəkləşir. Elçin Həmidov 52 yaşında evində ölü tapılır. Ruhu şad olsun. Bəs siz onu hansı ifadəsi ilə xatırlayırsınız?